Tələbə olmaq hər bir abituriyentin arzusudur. Bunun üçün kimisi qəbul imtahanlarına hazırlaşır, bəziləri isə təhsil üçün xarici ölkələri üstün hesab edir. Xaricdə təhsil almaq arzusu isə əksər hallarda gənclərə baha başa gəlir. Çünki sonda diplomları ölkəmizdə tanınmır. Belə ki, bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur. Diplomların təhsildə keyfiyyət təminat agentliyi tərəfindən tanınacağı ilə bağlı vədlər hətta zəmanətdə verilir. Lakin bu heç də həqiqəti əks etdirmir. Biz Təhsil Keyfiyyət Təminatı Agentliyi olaraq qəti surətdə bildiririk ki, biz heç bir xaricdə təhsil şirkəti ilə əməkdaşlıq etmirik və onların fəaliyyətinə görə məsuliyyət daşımırıq. Eyni zamanda bu universitetlərlə də aiddir. Xüsusilə gənclərimiz seçdikləri ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təsnifatlarda yer almalarına diqqət etməlidirlər. Bu təsnifatlarda yer almayan ixtisaslar təəssüf ki, bizim tərəfimizdən tanınmayacaqdır. Digər bir məqam tanınma üçün başlıca şərtlərdən birisi seçilən ali təhsil müəssisəsinin lisenziyasının olması və yerli keyfiyyət təminatı qurumu tərəfindən verilmiş akreditasiyasının olmasıdır. Bu məsələdə günahkar tərəf yalnız belə şirkətlər deyil, həmçinin bunda maraqlı olan şəxslərdir. Belə ki, verilən vədlər əsasən valideyn və abituriyentlərin istəyinə uyğun formalaşır. Bəzən də bizim ümumiyyətlə cəmiyyətimizdə çox təəssüf ki, bu şeylər tələb və təklif əsasından gəlir. Yəni, bəzən aldanmağa biz maraqlı oluruq. Yəni, məsəl üçün, valideynlər gəlir, deyir ki, elə bir abstrakt şeylər istəyirlər və yaxud elə şeylər istəyirlər ki, həqiqətə uyğun deyil. Onu doğru deyən şirkətlər gəlib deyəndə ki, yox, belə bir şey mümkün deyil, məntiq çərçivəsində deyil, deyir, axı eləyənlər var. O zaman valideyn özü də alınmaq istəyir. Düşünün ki, bizim ölkədə tibb təhsili alan, amma əyani getməyən insanlar var. Hazırda xaricdə təhsil üzrə fəaliyyət göstərən şirkətlərin sayı çoxdur. Aldanmamaq üçünsə bir sıra nüanslara diqqət olunmalıdır. Bəzən elə ixtisaslarda təhsil alırlar ki, onların Azərbaycanda qarşılığı yoxdur. Ona görə də hər hansı bir şirkətin vədlərini aldanmamaq üçün baxmaqdır ki, onun həmin şirkət neçə müddətdir fəaliyyət göstərir. Çox təəssüflü olsun ki, qəbul prosesi başlayanda yeni adı altında müxtəlif yerlərdə fəaliyyət göstərirlər, amma fəaliyyətlər uzun müddətli deyil. Qısa müddət ərzində onlar fəaliyyət göstərirlər və vətəndaşlar aldadandan sonra başqa adı altında başqa məkanlarda fəaliyyət göstərirlər. Sosial şəbəkə hesablarına baxmaq lazımdır müddəti ilə bağlı. Həmin şəxslərin həmin fəaliyyət sahəsində nə qədər məşğul olmağı ilə bağlı mütləq şəkildə baxmalıdırlar. Yenə deyirəm, ən vacib məqam valideynlər mütləq şəkildə xarici təhsil şirkəti göstərən qurumlarla bank hesabı ilə ödəniş həyata keçirməlidir. Hansı şifahi formada həyata keçirməlidirlər. Qarşılıqlı bütün öhdəliklərin qeyd olunduğu müqavilə imzalanmalıdır. Onu da qeyd edək ki, diplomun tanınmasında təhsilin normativ müddətinin rolu da böyükdür. Yəni, tələbələr təhsil aldıqları ölkədə təhsil normativ müddətinin ən azı yarısı müddətində olmalıdırlar. Bundan əlavə, bəzi şirkətlər distant təhsil forması təklif edirlər. Lakin sözü gedən təhsil formasının diplomları da ölkəmizdə tanınmır. Salatin Pirmuradova, Zaur Haşimov, Telesər.